bizim ölkədə çoxlu sənədsiz evlər var. Onlara nə vaxt kupça, yəni çıxarış veriləcək Vüqar müəllim? Proses nə yerdədir? Sənədsiz evlərlə bağlı iş xeyli dərəcədə intensivləşir. Əslində bu sualın cavabı xeyli pozitivdir. Çünki konsepsiya hazırlanır, artıq yekunlaşmaq üzrədir və konsepsiya təxminən 100 min mənzilə amnistiya nəticəsində kupçaların, yəni çıxarışların verilməsinə imkan yaradacaq. Yaxın zamanlarda bizim gözlənti ondan ibarətdir ki, həmin konsepsiya təqdim olunacaq və ya təqdim oluna bilər, təsdiqlənə bilər və bu artıq həmin amnistiyanın reallaşması anlamına gəlir. Amnistiyanın reallaşması təbii ki, artıq xeyli sayda mənzillərin, sənəd olmayan mənzillərin çıxarış almasına imkan verir. Prosesin elektron və çox sayda olacağı gözlənilir. Eyni zamanda ödənişin də amnistiya baxımından yüksək olmayacağı, yəni rüsumun da yüksək olmayacağı gözlənilir və bu artıq xüsusən də təhlükəli zonada yerləşməyən və yəni söhbət o evlərdən gedir ki, evlər... Onu soruşacağım ki, hansı evlərdir bunlar? Çünki orada il məsələsi var idi. İlkin olaraq təbii ki, mərhələli şəkildə ilkin rəsmi açıqlamalar onlara xəbər verir ki, mərhələli şəkildə proses davam edəcək. İlkin mərhələ təxminən, ilkin yanaşma ondan ibarətdir ki, 2001-ci ilədək sənəd olan mənzillər, hansı ki, o mənzillər, o sənəd indiki halda kupça və ya çıxarış almağa imkan vermir. Amma həmin sənədlə də belə vətəndaş artıq konsepsiya təsdiq olunduqdan sonra, qüvvəyə mindikdən sonra çıxarış alma imkanına malik olacaq. Amma sözsüz elə evlər var ki, onlar neft buruqlarının yaxınlığındadır. Elə evlər var ki, yüksək gərginlikli elektrik xətlərinin altında inşa edilir və ya böyük nəqliyyat şəbəkəsinə yaxınlığında o evlərlə bağlı ayrıca bir qərar veriləcəyi gözlənir. Vüqar müəllim, aydınlaşdırmaq üçün soruşuram. Bələdiyyə sənədidir, evim var 2004-cü ildə və yaxud da fərqli tarixdə. Hətta bələdiyyə sənədi ilə olan evlərə belə çıxarış veriləcək. Gözlənti, təbii ki, daha sənəd təsdiq olunduqdan və təqdim olunduqdan sonra daha detal sualları cavablandırmaq mümkün olacaq. Amma təbii ilkin gözlənti ondan ibarətdir ki, və ümumiyyətlə yanaşma ondan ibarətdir ki, əgər məsələn bələdiyyə sənədi həmin qeyd olunan tarixdən əvvəl verilir və o təsdiq edilir ki, vətəndaş həmin sənədlə inşa edib, təhlükəsizlik qaydalarına ev əməl olunub, ev inşa edilən zaman cavab verir. O halda təbii ki, həmin evə də çıxarışın verilməsi həyata keçiriləcək.